Hər kəsə salam dostlar, 15-ci dərsimizə xoş gəlmisiniz. Bu dərsimizdə sizə vəzir və şahımızla rəqib şahı mat etməyin ən qısa və ən effektiv yolunu sadə şəkildə izah edəcəm. Bu vəziyyət hər bir şahmatçının mütləq bilməli olduğu və əgər düzgün oynasaq rəqibi asanlıqla mat edə biləcəyimiz əsas sonluqlardan biridir. İndi isə gəlin bu vəziyyətdə rəqib şahı necə mat edə biləcəyimizi öyrənməyə başlayaq. Deməli dostlar, bu vəziyyətdə rəqib şahı mat etmək üçün el qaydasından istifadə etməliyik. Gəlin el qaydası nədir sizə izah edeyim. Deməli, gediş bizdə olduğu zaman biz düşünürük ki, sanki şahın durduğu xanada bir at fiquru var. Belə olduğu halda həmin at fiquru bu qırmızı rənglə işarələnmiş xanalardan birinə gedə bilər. Yəni siz şahmat oynayanda gediş sırası sizdə olduğu zaman həmin bu xanaları gözünüzdə canlandırmalısınız. Daha sonra biz baxırıq ki, bizim vəzirimiz bu xanalardan hansına gedə bilir və biz görürük ki, bizim vəzirimiz bu mavi rənglə işarələnmiş xanalardan birinə gedə bilər. Daha sonra biz baxmalıyıq ki, bu mavi rənglə işarələnmiş xanalardan hansı bizə daha yaxında yerləşir. Gördüyünüz kimi F3 xanası bizə daha yaxında yerləşir. Deməli, ilk gediş olaraq biz vəzirimizi F3 xanasına gəlməliyik. Gördüyünüz kimi dostlar, biz el qaydasından istifadə edərək ilk gedişimizi elədik. Baxın, şahla vəzirin arasındakı o xanalar bizə el hərfini xatırladır. Buna görə bu qaydaya el qaydası deyilir. Bundan sonra edəcəyimiz gedişlər çox sadədir. Çünki baxın, gördüyünüz kimi burada rəqib şah 3 dənə xanaya gedə bilir. Və şah hansı xanaya gedirsə getsin, biz onun gedişini kopyalamalıyıq. Baxın, deyək ki, şah bir addım irəli gedir. Deməli, biz də bir addım irəli gedəcəyik. Deyək ki, növbəti gedişdə şah sol aşağı diaqonala gedir. Biz də sol aşağı diaqonala gedəcəyik. Baxın, şahın etdiyi bütün gedişləri təkrarlamalıyıq. İndi deyə bilərsiniz ki, şahın gedişlərini hara qədər təkrarlamalıyıq? Baxın, məqsədimiz şahı bu oxlarla işarələnmiş xanalardan birinə gətirməkdir. Yəni şah fiquru bu oxlarla işarələnmiş xanalardan birinə gələnə qədər biz şahın gedişlərini təkrarlamalıyıq. Baxın, gördüyünüz kimi rəqib şahın gedişlərini təkrarlayırıq. Bu tip. Və gördüyünüz kimi artıq rəqib şah həmin o kənar xanalardan birində dayandı. Belə olduğu halda biz son dəfə rəqib şahın gedişini təkrarlayırıq və əgər fikir verdinizsə, bizim vəzirimiz bu oxlarla işarələnmiş xanalara nəzarət eləyir. Deməli, rəqib şah sadəcə bu xanalara hərəkət edə bilər. Qaralar bir gediş oynayır və biz artıq vəzirimizlə şahın gedişini təkrarlamaq zorunda deyilik. Artıq şahımızla rəqib şaha yaxınlaşmağa başlayırıq. Rəqib şah da həmin o 3 xanadan birinə hərəkət eləyir. Baxın, gördüyünüz kimi rəqib şaha yaxınlaşırıq. Bunu da qeyd edeyim ki, biz şahımızla rəqib şaha yaxınlaşarkən bu xanaları keçməməliyik. Biz şahımızla sadəcə buradakı xanalardan birinə getməliyik. Çünki baxın, biz şahımızla bu xanaya gəlsək, artıq vəzir fiquru bu xəttə nəzarət eləyə bilmir. Sadəcə bu oxlarla işarələnmiş xanalar nəzarət eləyə bilir. Belə olduğu halda şah həmin bu kənar xanalardan qaça bilər. Ona görə də biz rəqib şaha bu ox istiqamətindən yaxınlaşmalıyıq. Baxın, şahımızla C6 xanasına gəlirik və rəqib istər şahını A8 xanasına gəlsin, istər şahını A6 xanasına gəlsin, artıq biz rəqib şahı mat etmiş olacağıq. Baxın, gördüyünüz kimi rəqib A8 xanasına gəldiyi zaman biz vəzirimizlə B7 xanasına gələrək rəqib şahı mat etmiş oluruq. Ya da deyək ki, rəqib şah A8 xanasına gəlmədi, A6 xanasına gəldi. Belə olduğu halda da biz yenidən rəqib şahı 2 cür mat eləyə bilirik. Biz istəsək həm A4 xanasına gələrək rəqib şahı mat eləyə bilirik, həm də B6 xanasına gələrək. Deyək ki, A4 xanasına gələk, gördüyünüz kimi rəqib şah mat olmuş oldu. Çünki şahın gedə biləcəyi xanalar bu oxlarla işarələnmiş xanalardır və bizim vəzirimiz bu xanalara nəzarət eləyir, şahımız da bu xanalara nəzarət eləyir. Belə olduğu halda şah fiquru heç bir xanaya gedə bilmədiyi üçün mat olmuş olur. Eyni ilə A4 xanası olmasın, B6 xanası olsun. Biz vəzirimizlə B6 xanasına gəldiyimiz zaman yenidən rəqib şaha mat etmiş oluruq. Deməli dostlar, gördüyünüz kimi biz el qaydasından istifadə eləyərək rəqib şahı asanlıqla mat eləyə bildik. Və dostlar, bunu da qeyd edeyim ki, siz el qaydasından istifadə edən zaman rəqibiniz sizi çaşdıra da bilər. Baxın, deyək ki, siz yenidən el qaydasından istifadə edirsiniz və rəqibiniz taxtadakı künc xanalardan birinə gəldiyi zaman siz çox diqqətli olmalısınız. Baxın, bu nümunədə rəqib taxtanın küncündəki bir xanaya gedir, yəni sol yuxarı istiqamətdə gedir. Əgər siz də vəzirinizlə sol yuxarı istiqamətə hərəkət etsəz,
oyun bərabər olmuş olacaq. Əvvəlki dərslərimizdə də izah etdiyim kimi pat vəziyyət yaranır. Rəqib şaha hər hansı bir hücum olunmayıb, oynama sırası rəqib şahdadır, amma rəqib şah hər hansı bir xanaya gedə bilmir. Çünki ətrafındakı xanalara bizim vəzirimiz nəzarət eləyir. Belə olduğu halda oyun bərabər olmuş olur. Yəni dostlar, rəqib şah bu künc xanalardan birinə getdiyi zaman biz rəqib şahın gedişini təkrarlamamalıyıq. Bu vəziyyətdə gördüyünüz kimi rəqib şah kənar xanada durduğu üçün bizim də məqsədimiz elə rəqib şahı bu kənar xanada saxlamaq olduğu üçün vəzirimizi bəsitcə bir xana kənara çəkirik. Gördüyünüz kimi B şaquli xəttinə nəzarət etdiyimiz üçün şah fiquru sadəcə bu qırmızı rənglə işarələnmiş xanalara gedə bilər. Belə olduğu halda da şah fiquru bu xanalarda gediş etdiyi zaman biz də öz şahımızla rəqib şaha yaxınlaşırıq. Və biz rəqib şaha yaxınlaşarkən vəzirin nəzarət etdiyi xanalarda dayanmırıq. Növbəti gedişdə də rəqib şahı mat etmiş oluruq. Deməli dostlar, indi isə gəlin belə bir vəziyyətə baxaq. Bu vəziyyət elə bir vəziyyətdir ki, biz el qaydasından istifadə edə bilmirik. El qaydasından istifadə etmək üçün getməli olduğumuz xanalar bu qırmızı rənglə işarələnmiş xanalardır. Amma biz vəzirimizlə bu xanalara gedə bilmirik. Belə olduğu halda biz vəzirimizlə elə bir gediş eləməliyik ki, yəni şahın gedə biləcəyi xanaları get-gedə azaltmağa çalışaq. Baxın, məsələn, vəzirimizlə J3 və yaxud da deyək ki, Y3 xanasına gəldiyimiz zaman, deyək ki, J3 xanasına gələk. Gördüyünüz kimi rəqib şahın gedə biləcəyi xanaları məhdudlaşdırırıq və növbəti gedişdə rəqib şah hər hansı bir gediş etdiyi zaman biz el qaydasından istifadə edə biləcəyik. Baxın, gördüyünüz kimi bu dəfə el qaydasından istifadə edə bilməyimiz üçün bizə lazım olan xanalar bunlardır və biz vəzirimizi bizə ən yaxın olan xanaya gətiririk. Və artıq bayaq da dediyim kimi el qaydasından istifadə etməyə başlayırıq. Rəqib şahın gedişlərini kopyalayırıq və rəqib şah künc xanalardan birinə getdiyi zaman artıq rəqib şahın gedişini kopyalamırıq. Rəqibi A şaquli xəttində saxlayacaq bir gediş eləyirik və növbəti gedişlərdə öz şahımızı rəqib şaha yaxınlaşdıraraq rəqib şahı mat etməyə çalışırıq. Gördüyünüz kimi B7 xanasına gələrək rəqib şahı mat etmiş olduq. Deməli dostlar, 15-ci dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.